Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin biz Binə qəsəbəsində şəhid ailəsindəyik. Hansı ki, antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olan şəhidimiz Qafarov Savalanın ailəsini ziyarət etməyə gəlmişik. Qəhrəman şəhidimiz 9 dekabr 2003-cü ildə Lerin rayonunun Zəngəmiran kəndində anadan olmuşdur. Qafarov Savalan ilk öncə təhsilini Bakı şəhəri 218 sayılı tam orta məktəbində, daha sonra isə Bakı İdarə Etmə və Texnologiya Kollecində almışdır. Azərbaycan ordusunun əskəri olan Qafarov Savalan 2023-cü il 19 sentyabr tarixində Qarabağda başlanan lokal antiterror əməliyyatlara qatılmış və Xocalı istiqamətinə gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. O elə həmin tarixdə də Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir. Bu günləri biz ziyarətə şəhid sevərlər, Xəyyam müəllim, Sahib doktor, Elmar qardaşımız və Odlar Yurdunun yaradıcı rəhbərlərindən biri olan Azər müəllim və Azər müəllimin atası Nadir müəllimlə gəlmişik. Bu günləri biz şəhidimizin ailəsini ziyarət etməyə özümüzə borc bildik. Çünki biz bu gün bu torpaqda rahat gəziriksə, rahat nəfəs alırıqsa, bunu qəhrəman oğullarımıza borcluyuq. Allah cəm şəhidlərimizin ruhlarını şad etsin. Allah ailələrinə, yaxınlarına, doğmalarına səbirlər versin. Qazilərimizə şəfa, döyüş işlərimizdə veteranlarımıza uzun ömür, can sağlığı versin.